ikinci ixtisas olaraq qənnatçılıq fakültəmi, işimi ömrüm Allah Taala nə yazıbsa o qədər davam edim. Bəlkə də gec gəlmişəm, bəlkə də düz eləmişəm, bilmirəm. Amma öncədən məncə qənnatçılıq dərsimi, fakültəsini, işini, peşəsini, sənətini seçsəydim, bəlkə də daha da nələrsə harikalar yaradardım. Özüm əl qabiliyyətim, bacarığım yüksək səviyyədə olduğuna görə paralel olaraq rekordlardı. Hər bir işi bacardığıma görə bu işi daha da üstün bilirəm. Sizə də tövsiyəm odur. Bugün seçdiyiniz peşədə bir peşənin necə deyərlər, ətəyindən tutub onu davam etmək niyyətində, arzusunda deyirsiniz. İşinizi başlamışsınız. Hamınız cavansınız. Necə deyərlər, peşəni seçmişsiniz. Könüllü olaraq seçmişsiniz. Məcburiyyət olaraq seçmişsiniz. İşinizi ikinci ixtisas, üçüncü ixtisas olub işlərinizi davam edə bilərsiniz. Məcburiyyət deyil ki, siz ömrünüzün sonuna qədər bir peşənin necə deyərlər, axarı ilə gedəsiniz. Könüllü olmayaraq, ürəyiniz olmayaraq, istək olmayaraq məcburiyyət qarşısında işləmək sizin ixtiyarınız deyil. Yenə də seçim sizündür. Yenə də bax, mənim kimi 57 yaşında əgər təzədən qənnatçılıq dərsinə gəlmişəmsə, çox da sevinirəm. Və işlədiyim burada müddətdə öz-özümə deyirəm, kaş ki tez gələydim.